Elçin bəy, 1-2 dəqiqə gözləyək, görək ki, dostlardan gələn var ya yox. Sonra əməli dərsi başlayaq. Mən sizdən xahiş edəcəm ki, Elçin, əgər imkanı olsa, siz də şeir eləyəsiniz canlı, bəlkə ki, dostlarımız çox bunu görsünlər. Mənim nəzərimdən çox mühümdür ki, Azərbaycanlılar bu jurnalizmə görə bir itilat olsun. Hər halda biz bu dərsləri zəbt edirik. Umarım ki, indi də olmasa gələcəkdə insanlar bundan faydalansınlar. Yəni, jurnalizm elmin biz umumilədək, zəbt eləyək, qoyaq ortaya. İndi də olmasa bir neçə ildən sonra Azərbaycanlılar bu elmi axtarıb taparlar və istifadə edirlər. Ərz edeyim xidmətinizə, indi mən əməli istəyirəm, jurnalizmin əməli bəhsinə geçək. Biz buradan geçən həftədə titrə görə danışmışdıq. Bildik ki, titr nədir? Xəbərin də əhəmiyyətini bildik ki, xəbər millətin və ha belə böyük şirkətlərin mənafi malisinin həm qısa zamanda, həm uzun zamanda təmin edir. Xəbər eləyə bilər, savaşın qabağını alsın, ya savaşın yönün döndərsin və beləliklə da milli mənafeylər təmin olsun. Ərz edeyim xidmətinizə, mən bu günləri istəyirəm, geçən həftə lidə görə danışdıq, lid nədir yazılır, amma xəbər gərək yazaq. İndi geçək mətni xəbərə. Xəbərin mətni yazmaq üçün danışaq və sonra bunları bir-bir görək ki, nədir paragraf eləyəcəyik, nədir orada işləyəcəyik, nədir tərəfsizliyimizi orada göstərəcəyik. Dedik ki, tərəfsizlik da, yəni ki, xəbərdə millətin mənafeyi nəzərdə alınır. İndi, xəbəri yazmaq üçün bir şeyləri bilməmiz gərəkir. Gərək bilək ki, nələr lazımdır. Bir şey, xəbərdə ərziş xəbəri, xəbərin qiyməti, ərzişi, yeri, xəbərin qiyməti və yeri. Ərziş xəbəri nədir? Farsça ərzişhay xəbəri deyirlər. Biz burada xəbərin yeri və qiyməti deyirik. Qiymət də bilirsiniz, pul alveri anlamına deyil. Yəni bir adamın qiyməti vardır da, yəni bir ərzişi yeri vardır. Əvvəl bu ki, hər xəbəri xəbər yazmarıq. O xəbəri xəbər yazarıq ki, çox adamın zindicanlığına, alın yazısına, ya farsça sərnevişdinə mərbut olur. Məsələn, bu aşıqlar işi İranda oldu, bunların xəbərini yazarıq. Niyə? Çünki çoxlu insanların dursunlar ayağa inqilab eləsinlər, eləməməsinlər mevzusunda bağlıdır onlara. Mənafeyinə bağlıdır, işlərinə bağlıdır, tətil olacaqlar, olmayacaqlar, əmniyyətlərinə bağlıdır, sağlıqlarına bağlıdır. Bunun üçün o xəbərləri yazarıq. Hər nə qədər bu xəbər gəlsə vətənimizə tərəf, belə əhəmiyyəti çox olar. Pəs birinci xəbər nədir? Ərzişi umumirah olmaq. Bir, umumirah olmaq. Hər nə qədər xəbər çox adamına ilgidə olsa, o xəbər çox mühümdür. Ərzişi yuxarıdır. Onu öndə gətiririk, qabaqda yazarıq. İkincisi şöhrət.
Şöhrət yəni məşhur olmaq. Məşhur olmaq xəbəri əhəmiyyətdə gətirər. Şöhrət ya tanınmaq. Tanınmaq. 2. Yəni birdən deyirlər ki, filan ustadı danışgah öldü. Filan fəali siyasi öldü. Filan kəs zindandan azad oldu. Amma bir də onun yanında məsələn zindanda nə qədər mutat var. Heç onlardan gəlməz. Niyə? Çünki o mutat tanınmır. Hətta bəzən bəzi Amerikada, İranda bəzi oğrular var. Onlar çox şöhrət olublar, tanınıblar. Məsələn, Babək Səncani, Əmir Xosrəvi, Xumeyni, Xameneyi, Xameneyinin balaları. Bunlar oğruluqda məşhur olublar. Hətta dünənlər mən bir xəbər eşitdim, Xameneyinin Səkinə Xameneyi adında bir xanım vardı, bilmirəm nə qarədir. 5 milyard dolar pəsəndazı var arvadı. Özü də ömründə uşağının əskisini də yumuyubdu. Amma 5 milyard dolar oğurluq eləyə bilibdi. Bunlar şöhrətdirlər. Yəni şöhrət fərq eləməz, müsbət olsun ya mənfi olsun. Şöhrət olsun. Yəni insanların arasında bu ad bir maraq icad eləsin. Şöhrət gərək maraq icad eləyə. Əlaqə icad eləyə. Bu da bir dəlildir ki, biz xəbər yazarıq. Məsələn, Urmu gölü çox böyük şöhrət qazanıbdır. Düzdür, mənfidir, amma böyük şöhrətdir. Ana dili çox böyük şöhrət qazanıbdır. Əhməd Obalı çox böyük şöhrət qazanıbdır. Döşküləri Tehriqani çox böyük şöhrət qazanıbdır. Milli hərəkətin içində bir iddə insanlar var, böyük şöhrətə malikdirlər. Bunların hər biri bir şöhrətdir, tanınmış insanlardılar. Onlarla ilgili hər nə yazsaz xəbər hesab olur. Və mühümdür. Abbas Lisaniyə görə xəbər yazsaz çox mühümdür. Hətta Abbas Lisani bir coçderi də mühüm olar. Həsən Dəmirçi bir musiqi çaldı da mühüm olar, bir danışdı da mühüm olar. Çünki o adam o camiədə tanınmışdı. Baxın, bu diqqət eləsəz, bəzi xəbərlər beynəlmiləlidir. Məsələn, Əhmədinəcaddır, Xameneyidir, Trump'dır. Bunlar beynəlmiləli adamdırlar. Yəni biz çehrədirlər ki, dünyada tanınıblar. Pis ya yaxçı. Bir iddə insanlar var, millət içində tanınarlar. Hünərpişələr, rəqqaslar, xanəndələr, müğənnilər. Hünərməndilərdən nəqqaşlar, heykəltərəşlər, milli fəallar, dedim bunlar. Milli fəallara görə biz mütəəssifanə Azərbaycanda xəbər yazmırıq. Biz Azərbaycanlılar nədəndir? Onları rəqib görürük özümüzə. Ya gözümüz götürmür, ya da deyirik, çox yazmayaq. Nəyə yazırıq? Gündə dilə düşdülər. İttifaqən Avropa, Amerika bir dənə mankənin libas geyib orada 2 addım yerimağın televizyonda görsədir, yazır, filan oldu, bu düşdü, yıxıldı, paltarı belə oldu, əyni belədir, bir belə arıqladı, bir belə köşəldi, filan oldu, bəhman oldu. Bunlar xəbər elirlər. Nədən biz qorxuruq milli adamlarımızın, arvadın, uşağın, fikrin, yazışın, gedişin, gəlişin, hara getdi, hardan gəldi, nə dedi, nə demədi, hansı cələsə qurdular, hansı cələsəni qurmadılar, niyə qurmadılar, nə oldu? Niyə bunları xəbər eləmirik? Azərbaycanın mənafiyi buradadır, yoxsa Tehranda Xameneyiyə görə gündə xəbər yazırlar, bizə ehtiyacı yoxdur yazaq. Biz əslən ehtiyacı yoxdur Xameneyiyə görə, Əhmədinəcada görə xəbər yazaq. Biz hətta o şurişlər heç oldu şəhərlərə, oralara görə həqqimiz yoxdur xəbər yazaq. İlla bu ki, Azərbaycanı düşünək, Azərbaycana görə onları, Azərbaycanın mənafiini təmin eləmək üçün xəbər yazaq.
Amerika əgər o etirazlara baxır, öz gözü ilə, milli mənafi ilə baxır. Hətta radio fərdasında, Səday Amerikasında. Yoxsa Amerika dəli deyir ki, şey eləyə. Milyardlar dolar orada, milyonlar dolar ildə pul xərcləyə. İrana verdiyi midyanın pulu ildə 2-3 milyard dolardır. İran midyasına xərcləyir Amerika dövləti belədir. Pəs xəbəri, hansı xəbəri bizə xəbərdir gündə onlar şey eşidərik. Ya görərik, ya oxuyarıq. Onların hansısını biz ruznaməmizdə, veb saytımızda xəbər elərik? O ki, ya çox insanların həyatına bağlıdır, ya çox məşhur bir insanların həyatına raci edir. Yenə də bunu insanlar oxuyarlar, istərlər oxuyar. Çünki bunlar ülkü insanlardılar. Qədim bunlara qəhrəman deyirlər. İndi İranda deyirlər qəhrəman dövrəsi keçibdir, yalandır. Ülkülər qəhrəmanlardır. Bir zaman əgər farslar çalışırdılar ki, Rüstəmi, Söhrabı, Nəmənəni eləyələr qəhrəmanı milli, indi görün kimləri eləyirlər. Üçüncüsü, ixtilaflar. Mənim tablom kiçik olduğu üçün şey yazıram. İxtilaflar. İki şey, iki fikir, iki cərəyan, iki düşüncə, iki din, hər nə ki bir-biri ilə təzadlı olan. Bir-birinin qabağında duran. Düşmən olalar, rəqib olalar. Bu xəbər mühümmüdür camiyə. Traktor timi ilə Persepolis timinin müsabiqəsi çox mühümmüdür. İki timdir, amma bu iki dənə milləti nümayəndəlik edir. Biri Fars milləti, biri Türk milləti. Çox mühümmüdür. İki dənə tərəfdar, azarkeş deyirlər Azərbaycanda tərəfdarlara. İki azarkeşlər, yəni o tərəfdarlar işi traktorun var idi, o tərəfdarlar işi Persepolisin var idi. Bunların xəbər yazanda rəftarların müqayisə gərək eləyək. Çünki müqayisə eləməsəz, millətlər müqayisə olmaz. Nəcatpərəstlik görsənər. Əgər siz xəbəri yazsaz ki, traktor Təbrizdə, traktorun oyununda 60 min nəfər, 80 min nəfər dedilər, ölüm olsun faşistə, nə bilim, eşək kuruş dədəndi, ya tuləhay kuruş səg, tuləhay kuruş, ya hər nə mənə, əgər onda o İstiqlal ya Persepolis neynəmişdi ki, Təbrizlər bu əksili əməli elədilər, gətirməsəz, xəbər cəzzab olmaz. Biz xəbərdə bunu yazmalıyıq. O xəbəri ki, burada olur, o mühümmüdür Azərbaycanlılara və farslılara da hətta. Hətta dünyada da mühümmüdür ki, orada niyə insanlar tohin elədilər bir-birlərinə? Hardan başlayıbdır? Bu, hətta dünyada da federasyon futbol var, orada mühümmüdür. Amerikanın adamlarına da mühümmüdür ki, bunlar nə cür düşünürlər futbolda? Türklər nə deyirlər, farslar nə deyirlər, niyə deyirlər, nə istəyirlər ki, bu cür bir-birlərinin qabağında cibhə tutublar. Bu da ixtilaflar, hətta fikir, düşüncə. Azərbaycancılıq fikri ilə, Azəriha fikri ilə, Azəri fikri, yəni Azəri sözü fikri ilə, düşüncəsi ilə, Türk fikri təzaddı, İran və Azərbaycancılıq fikrinin təzaddı. Bunlar o şeylərdir ki, xəbəri cəlb elər və insanlar oxuyar. Xəbəri biz bunun içindən, gündə gedirik, məsələn, fərz buyurun ki, siz bir xəbər quzardı, ələn oturmuş internetin dalasında 100 dana sayt vardı, hərəsində 10 dana heç olmasa xəbər vardı, bəzi xəbər quzarilər gündə 2000 dana, 1000 dana xəbər yazır. Siz bunlardan istəyirsiniz seçəsiniz. Gətirəsiniz öz veb saytınıza, hangi metrindən ölçürsünüz, nəyi qoyasınız? Biri də budur. Nə qədər Azərbaycanlılara bağlıdır? Azərbaycanlılar bu xəbərlərdə hansılarını tanırlar, çox həssaslar o adamlara görə ya o fikrə görə? İxtilaflar nədir? Azərbaycanla o birislərin ixtilafı nədir? Onun əsasında xəbərləri seçəcəksiniz. Dördüncüsü, istisnalar.
istisnalar. Yəni qeyri-adilər, əciblər. Məmulən budur ki, itlər adama hürərlər. Normal budur ki, it adamı qapmasın, qapmazlar. Normal budur. Amma əgər it hürməyə, adam hürə itin üstünə xəbər olur. Tamami insanlar, xanım insanlar doğarlar. Xəbəri olmaz. Mühüm deyil. İlla bu ki, o xanım çox məşhur olar. Ülgü olar. Ya o xanım bir ixtilaf içində doğar. Məsələn, pənahəndələr ki, qaçırlar, gəmidə doğar. Suyun içində doğar. Çox böyük xəbər olar. Amma əgər bir kişi doğar, gedə cərrahlıq eləyə, indi Amerikada, Kanadada bu işi görürlər, cərrahlıq eləyə, uşağı qoyarlar bunun içinə, bu adam uşağı yekəldə, sonra da doğar. Böyük xəbərdir. Bu istisnadılar. Məsələn, istisnalardan nə demək olar? Məsələn, bir dana yalan xəbər ki, İranlılar yaydılar. Bir dana uşaq var, 15 dana ixtirası var. 10 yaşı var, neçə yaşı var? 15 dana ixtirası var. Bu istisnadır. Və imkansızdır, amma İranlılar bunu qurur-i milli yaratmaq üçün, qurur-i milli, təəssüb-i milli, İrancılığı gücləndirmək üçün xəbər yaradırlar. Buna yalan xəbərlər deyirlər ki, yaradırlar. Bir dana o uşaq, 10 yaşında uşaq, eləyə bilər biraz filsuf olsun. Eləyə bilər biraz hifz eləsin bəzi şeyləri. Amma bu uşaq istəyə bilər ki, bir dana maşın düzəldə, ixtira eləyə, gərək bilə pit nədir, möhrə nədir, haçar nədir, işləmiş ola, qabaqdan görmüş ola, bilə ki, əslən bu pitlə bu piti bağlasan, onlar bir şeyi bərkidər. 10 yaşında uşağın hangi təcrübəsi vardı ki, eləyə biləcəkdə deyək ki, məsələn, piston budur, silendri də budur, səlsirən də budur, qaz buradan gələr, buradan gələr, bunu patladacaqdır. Bu özü bir teknolojidir. 200-300 dana mühəndis bunu işləyirlər, düzəldələr. İndi ki, görürsünüz, rahat gəlir nəzərə, buna görə ki, üstündən 150 il, 200 il geçir motorun düzəlməsindən. Onun üçün biraz sadə gəlir nəzərə. Amma bir nəfər istəyir özü bunu ixtira eləyə, tamamilə bunu bilə. Sertifikatdır bunlar. Amma bu xəbəri fars yaradır, ta onu şöhrət versin, istisnadır, ta ixtilaf yaratsın, qurur-i milli yaratsın. 5. Fəragiri, yəni hər nə qədər tedadı çox olsa, sayı çox olmaq. Yavaş-yavaş bizim bu majikimizin də sayı çox olmaq. Hər nə qədər bir hadisə çox böyükdür, zəlzələ gəldi, bir belə adam evi yıxıldı. Güney Azərbaycan, Qəradağda zəlzələ gəldi, bir belə adam öldü, sayı çoxdur. Hər yolunda, caddədə bir ildə 100 nəfər ölübdür. Caddə hadisə çox böyükdür, xəbərdir. Və bu xəbər gərək xəbərlikdən düşməyə. İlləti bu ki, Əhərlə Təbriz arası və Kəlibər arası, Əhər-Kəlibər arası adam çox ölür, amma dövlət buna da bir iş görmür. Bunu görür ki, bizim mediamız xəbəri başarmır yazar. Xəbəri yazmaq yəni bu ki, indi ki, orada dövlət dəyişəydi. Əgər dövlət dəyişmir, yəni bizim mediamız işlənir. Pəs sayın çoxluğu da bunu getirər ki, bizim qabağımızda
web saytlara baxmışıq, 100 dənə xəbər görmüşük, istirik içindən 5 dənə, 10 dənə seçək qoyaq öz web saytımıza, öz weblogumuza. Hangi xəbəri seçəcəyik, qabağımıza gələni seçməyəcəyik. Baxacağıq bu metrlərə görək ki, əgər bunun sayı çoxdur, bunu gətirəcək qoyacaq qabağa. Ondan sonra biri vardı, qonşuluq. Altıncısı metri ki, ondan xəbəri ölçəcəyik, gətirəcəyik web saytımıza, ya radiomuza, ya televizyonumuza, ya ruznaməmizə. Qonşuluqdur. Qonşuluq. Yəni, hər nə qədər bir xəbər bizə yaxın olsa, qonşu olsa, qonşuda ittifaq üz versə, bizə bağlı olsa, məsələn, fikirləşin ki, mənim evimdə, qonşumda qaz partlayır. Çox mühüm xəbərdir mənə. Bu saxtamana çox mühümdür. Qonşuyuq üçün biz. Bizim bir-birimizə bağlıyıq mənafeyimiz. Onun suyu partlasa, onun bərqi partlasa, onun evi partlasa, o gecəni eşikdə istiyə qala, soyuqda qala, yemağı ola, olmaya, paltarı ola, olmaya, hamısı bizə bağlıdır. Qonşular bir-birinə. Onun üçün xəbəri ki, Azərbaycana bağlıdır, Tehrandan çox mühümdür Azərbaycana. Şirazdan çox mühümdür Azərbaycana. Məsələn, Azərbaycanda bir nəfər Allah eləməsin, inşallah olmasın, yolda təsadüfdə ölsə, amma Şirazda 5 nəfər ölsə, biz Azərbaycan qonşusu bizə çox mühümdür. Əvvəl bu xəbəri qoyaraq, sonra Şirazı qoyaraq. Orada da nə var? Çoxluq var. Qonşuluq çox-çox mühümdür. Hətta bu bizim zərbi məsəlimiz var ki, evin içi, sonra qonşu. Yəni, xəbər əvvəl evin içindən başlar, sonra qonşu. Biz əvvəl gərək Azərbaycanın xəbərlərini yazaq, sonra qonşulara keçək. Kürdistandır, Farsistandır, Şimaldır, Şimali Azərbaycandır, Türkiyədir, Ermənistandır. Onların içinin xəbərləri bizə mühüm deyil o qədər. Çünki bizə ən mühümlüsü öz qonşumuzdur. Hə, Azərbaycanın qonşuları olardı. İkinci mərhələdə olar gəlir. Bəs bizim həqqimiz yoxdur. Birdən duraq, web saytımızda 10 dana xəbərimiz vardı. 5-i bunun biri Amerikaya görədir, biri Əraqa görədir, biri Türkiyəyə görədir, biri Şimali Azərbaycan, biri Ermənistana görədir. Azərbaycan burada bir dana xəbəri var. Bu metrindən də birini ölçəcəyik. Bir də ən sonuncu metraj ki, onunla xəbəri seçərlər, gətirirlər. Nədir? 7. Tazalıq, yenilik. Yeni. Xəbərin yeni olması. İndi bir dana hadisə, məsələn, deyək, bir dana o Zəncanda bir şey tapıldı, ha, Duz mücəssəmə, Duz xanım, ya Duz ağa, o indi arvadlı kişilik yadımda deyil. Ya Təbrizdə Göyməçidin dalısında o yer qazıntıları tapıldı. Bunlar, məsələn, yer qazıntısında o Göyməçidin arxasında 4000-5000 il bundan qabaq dəfn olublar. Amma biz bunu bugün tapmışıq. Ya bir il bundan qabaq tapıblar. Amma bu günlər ya indi 12 il, 15 il zat bundan qabaq tapılıb da olar əslində zaten muzeyə çevrilib indi. Amma indi Dəmir Əsri Muzesi deyə Təbrizdə bir muze açılıbdır. İndi amma bu günləri ki mən sizinlə danışıram, məsələn xəbər verirlər ki, genetik azmayişlər oldu. Bu ölülərlə indiki Təbrizlərin arasında bağ var. Təbrizlilər bunların balalarıdırlar. Təbrizlərin %10'u bunların balalarıdırlar. Bu bizə mühüm xəbərdir. Bundan belə ki, bunlar 4000-4500 il bundan qabaq ölüblər. Amma bu günləri onlarla bizim indiki nəslin ki, burada yaşır, əlaqəsi quruldu. Ya qurulmadı hətta, dedilər ki, bunlar Azərbaycanlı deyirlər. İndiki Azərbaycanlı bunların uşaqları deyirlər. Yenə də xəbərdir. Çünki taza bir şey tapıldı. Taza bir şey buna görə deyil ki, bizim camiəmizin taza xəbəri olur. Məsələn, dünyada internetin olması insanların əlində bir çox məmləkətlərdə hüquqi bəşər hesab olur. Yəni, dövlət müvəzzəfdir hər adama işləyə-işləməyə, salim ola olmaya, məriz ola olmaya, dövlətinə müvafiq ola, müxalif ola internet verə. Verməsə, hüquqi bəşəri nəqz edilibdir. Bunu biz bilmirik.
Dünyada indi neçə ildir vardı. Biz bunu indi bilirik, indi millətimizə deyirik. Bizim millətimiz bilmədiyi üçün ona taza xəbərdir. Pəs dostlar, yarım saatda buracan gəldik. İstəyirsiniz xəbər seçəsiniz. Baxın, buracan indi nədən danışırıq? Xəbəri nə cür tapaq? Seçaq, gətirək qoyaq veb saytımıza ya şeyimizə. Weblogumuza, ya radiomuza, ya televizyonumuza, ya ruznaməmizə, ya məcəlləmizə heç fərq eləməz. Bir dənə metr götürəcəyik. Mən kaş metri gətirəydim bura. Bir dənə metr götürəcəyik. O metrlə ölçəcəyik, görək ki, Azərbaycanın mənafiin o xəbərlərdə nədir? Mən istəyirdim, burada metrim var idi mənim. Heç olmasa bir xəttkeşim var idi ki, onunla xətt çəkirdim. Buradadır. Bu xəttkeş. İstəyirik ölçək, görək ki, biz bu ruznaməmizə, radiomuza, televizyonumuza, veb saytımıza ya şəbəkəhay ictimaimizə, dostların biri keçənci bərnamədə yazdı ki, Hidayət, radio, televizyon, ruznamə, bunlar köhnə, əski media adılar. Bunlara da insanlar çox diqqət eləmirlər. Yadınızda qalsın dostlar, bunlar ifrati baxışlardır. Hələlik televizyon dünyada şeydən çox yuxarıdır. Ərz edeyim xidmətinizə, sosial şəbəkələrdən çox yuxarıdır. Həzinəsi də aşağıdır insanlara. Şeydən, hər medianı işlətməyə insanlar neçə şeyə baxırlar. Diqqət buyurun. Bir həzinə. Siz bir dənə telefonu almağa, məsələn bunu almağa $800 heç olmasa gərək pul verəsiniz, alasınız əvvəl. Sonra da ayda internetə gərək pul verəsiniz, alasınız. Sonra da gərək bunu işlətməyə öyrəşəsiniz. Bunlar hamısı həzinədir. Sonra da bunu yazmağa zaman qoyursunuz. Və şəbəkə ictimaidə sizin, məsələn, mən bir xəbər yazsam, əgər oxusa, əgər danışıram, baxılsa, mümkündür ki, mənim 5000 dana Facebookda dostum vardı. İndi 4900 dana gərək ola. 4900 dostumdan mümkündür 100-ü, 200-ü, 300-ü bunu oxuya. Ya fəqət like vuralar məni səvindirməkdən ötürü gedələr. Qulaq asmayalar çoxuna. Bəlkə, məsələn, mənim keçənki videomu 700 nəfər adam görübdü, 2 gün bundan qabaq. Bəlkə bunlardan sadəcə 7 nəfəri görübdü bunu, kamil. 693 nəfəri biraz oradan buradan ya qulaq asıblar ya da biraz o yazını oxuyublar, xudahafiz, xoş gəldin, gediblər. Sosial mediada hövsələ yoxdur. Sosial media çox gündəmlə məşğuldur. Yəni, əhsi salırsan, qoyursan, əhsivi sevirik. Nə bilim, bir qısa cümlə yazırsan, onu sevirik. Media ictimai məsələdir. Bir dana yazırsan, milyonlar adam baxır. Hətta İran televizyonları ki, biz deyirik, qeyri-millidirlər, vaqiyyət budur ki, insanlar xəbər saatı otururlar, qulaq asırlar. Yəni, 80 milyonun 80 milyonu da qulaq asmır. Amma 1 milyon ki, qulaq asır. Bu vaqiyyətdir. Və insanların zihni değiştirir. İndi insanlar hər halda o televizyonda nə xəbər desə, bəlkə onun tərsəsini düşünələr. Əgər İran biri nə desə ki, bu İsraillidir, insanlar istəyəcəklər onu çox sevsinlər. Bu düşmən adamıdır, insanlar onu çox sevəcəklər. Çünki İran rejimi təbliğat və bərçəsb vurmaqdan o qədər bərçəsb vurub, o qədər yalan deyibdir ki, insanlar onun tərsə, İran dövləti nə deyirsə, mediası nə deyirsə, onun tərsəsini düşünməyi çox sevirlər. Amma hər halda. Hətta əgər istəyək, sosial mediada mənə xəbər işiniz ola, xəbər yayasınız, mən məsələn bəzi gün olur 50 xəbər yayıram, onu gərək metrizi götürəsiz əlinizə, deyəcək, ölçəcək, görək ki, hangi xəbər bundan qısa olsa, onu qoymayacaq. Hangi xəbər bundan çox yekə olsa, məsələn 10 bu yekəlikdə olsa, onu götürüb qoyacaq. Əvvəlincisi nədir? Umumidir. O xəbər nə qədər çox Azərbaycanlıların həyatına bağlı olsa, onu yazacaq. Məsələn, maliyyat çoxaldı. Hamıdan maliyyat alırlar. Neçə qat bundan çoxdur? 200 qat, 1000 qat, 1 milyon qat. Onu birinci xəbər. Çünki maliyyatda hamının həyatına bağlıdır. İkinci, mədrəsələrdə uşaqlardan şəhriyə alınacaq. Hamının həyatı getdi ora. Azərbaycanda 90.000 xanım var ki, hətta fars dilində də yazmaq, oxunmaq başarmırlar.
90.000 adam Azərbaycana bundan neçə bərabər olar? Çox. Pəs xəbər nə qədər çox insanın marağın cəlb eləsə, umumiraq olsa, belə də həssasdır. Bahalıq. Yumurta bahalaşdı. Hamı yumurta yiyir. Çörək bahalaşdı. Hamı benzin bahalaşdı. Hamı maşına minir. Bu xəbər umumidir. Yəni çox insanları zərərə ya mənfəətə aparır. Beləsi deyək. Pəs bu ümumi olmaqdan mənzur budur ki, insanlar çox zərər ya mənfəət görürlər bu xəbəri eşitməkdən. Yəni eşitsələr, eşitməsələr də, amma bu xəbər onların mənfəətlərin ya zərərlərin qulaqlarına yetirir. Bəlkə dururlar, etiraz edirlər, bəlkə sevinirlər. Məsələn, deyirik ki, yaranə hesaba töküldü. Kef. Nəfərə 45.000 aldıq da, hələ gedəcək indi. Burasını fikirləmirik ki, bunun 10 qatını dövlət bizdən alacaqdır. Doları verirdilər, benzini verirdilər 100 tümənə. Maşına minirdik, taksiya, buradan oraya gedirdik, ya şeylə 5.000 tümən verirdik. İndi həmam yolu 25.000, 30.000 veririk, 45.000 alırıq. 2 dəfə taksiya minsək, o pulu xərclədik, yəni dövlət verən pulu xərclədik, qalanı cibimizdən verəcəyik. Dövlət neynədir? Bir 100 tüməni 1000 tümən elədi. İndi 100 tüməni 1400 tümən edir. Yəni 1300 tümən alır ki, biz bunu 45.000 tümən bizə versin. Hər litrdə 1300 tümən bizdən alır ki, 45.000 tümən bizə versin. Biz də bunu gündə, deyək bir dana taksi 200 litr vursa, 100 litr vursa, burada 140.000 tümən verəcək. Qabaqdan 14.000 tümən verirdi, indi 140.000 tümən verəcək. 140.000 tümən verəcəkdi, neçə alsın? 45.000 tümən. Gündə bunu verəcək, gündə 140.000 tümən verəcəkdi. Ay başı eləyəcəkdi, məsələn, 30 dana 140.000'in neçələr? 3.400.000 tümən. 3.400.000 tümən verəcəkdi ki, ayda 45.000 tümən alsın. Görürsünüz nə qədər fərq edir? Çörək də bu cürdür. Həman 45.000'in içində daha çörəkdə. Çörəyi verirdiniz 50 tümən, lavaşın biri indi verirsiniz 400 tümən, 500 tümən, 600 tümən. 50 tümənlə onun arasında 12 fərqi var. Hesab eləyin ki, gündə siz fiç eləyin bir dana 4 ailəli adam, gündə 10 dana lavaş yiyə. 10 dana lavaş elər 6.000 tümən, qabaqcan verirdiniz 300, məsələn 500 tümən deyək. İndi verirsiniz 6.000 tümən, amma 500 tümən yerinə. Neçə gündən sonra 25.000 tümən, burada 45.000 tümən çıxar, onu hesablayın. Yəni, bu o mənfəətlər. İndi gəldik. Biri də tanınmaqdır. Metrajımız budur. Deyirik görək bu adam nə qədər məşhurdur. Hər adamın xəbəri xəbər olmaz. Nə qədər pənahəndə gəlir Azərbaycana, Azərbaycandan Türkiyəyə ya Güney Azərbaycana gedir ya dünyanın o birisi, mühüm deyil. Amma bunların içində 1-2 nəfər çox tanınmış adamlar vardı. Onlar şey bundan geçədilər, onları seçirik, gətirik, qoyuruq bura. Əlbəttə bizim vəzifəmiz budur ki, adamları tanıdaq. Məşhur eləyək. İttifaqən biz milli insanları nə qədər tanıtsaq, adamları çox milli məərrif eləsək, insanlar əvvələn qabaq muzeylərini dəyişərlər, gələrlər millətçi olarlar. İkinci, adamlar çoxaldıqca gücümüz çoxalar, taza fikirlər gələr ortaya. Bunlar adamları şöhrət eləməyin şeyidir. Və bunlar məsələn, fikir edin ki, bizim əvəzin ki, Azərbaycanda 10 dana xanəndəmiz ola, indi 1000 dana xanəndəmiz olaydı. Hərəsi gündə Azərbaycan üçün, ya ayda Azərbaycan bir dana oxumaq oxusaydı, ayda 1000 dana oxumaq oxunardı. Amma indi 10 dana var, 10 danadan izafə oxunmaz. Oradan diqqət edin. Ona görə biz adam yaratmalıyıq. Yəni, hünərdə, heykəltəraşlıqda, musiqidə, oxumaqda, hər şeydə insanları şöhrətə yetirməliyik. Hətta şəhərlərimizi, kəndlərimizi, asar tariximizi, kitablarımızı, kitabxanalarımızı, muzeylərimizi məşhur eləməliyik, şöhrətləndirməliyik, tanınmış eləməliyik ki, bu bizim məmləkətimizə sirvət gətirir. Nə qədər biz tarixi şeylərimizdən yazsaq, nə qədər
sirvətlərimizdən yazsaq tanınsa, belə turist çox gələr. Azərbaycanın mənafeyi çox təmin olar. İxtilaflar. Xəbərlər üçün ixtilaf orada ola, içində xəbərin ixtilafı ola. Xəbərin içində iki şey bir-birindən təzadlıdadır, ziddiyyətdədir. O xəbəri millət çox oxuyar. Hər nə qədər o təzadlı, dedim, traktorsazi və fars timləri. Bunlar nə qədər təzadlıları çox olsa, millət belə o xəbəri çox oxuyar. İstisnalar, Azərbaycanda bir nəfər Japon dilində bir məqalə yazıbdır. İstisnadır, gərək xəbərdir. Azərbaycanda bir nəfər gedib də Amerikada bir danışqahda çıxış edibdir. İstisnadır, xəbərdir. Azərbaycan haqqında Təbrizdə bir təhqiq gedibdir. Milli hərəkatda bir təhqiq gedibdir. Ana dili haqqında bunlar istisnadırlar. İranda görünməyən bir şeylər olduqları üçün çox mühümdür. Beşincisi, sayı çoxdur. Yəni, xəbərin içində olan hadisə çox şeyi tutur. Məsələn, dedik ki, zilzilə çox tutur adamın. Çox adamı orada ya ölüb, ya yaralıdır, ya evləri qaçıbdır, ya qaçıblar xiyabana. Çox mühümdür. Şeyin özü mühüm deyil, Richterin mühüm deyil. O adamlar ki, qorxublar gecəni qalıblar xiyabanda, o mühümdür. Bəzən də Richter mühümdür ki, o da dedik, gedir şöhrətə, ya gedir ixtilafa. İxtilaf budur ki, o zilzilə gərək normalda olmaya. O zaman ki, olur, bir ixtilaf vardır sakinliklə o şeyin arasında, ona görə o xəbər olar. Amma əgər bir də insanlar orada gecəni, neçə insan qalır küçədə, neçə insan ölür, neçə insan yaralanır, neçə insan evsizdir, neçə insanın sərvəti əlindən gedir, neçə insan möhtac olur, dövlətə dövlət vermir, neçə insanlar ömür boyu maliyyat veriblər, bimə veriblər, amma indi onlara nə dövlət, nə bimə pul vermir. Ya bir adam gəlir 5.000 dana ağacını kəsir. 5.000 dana ağac, 5.000 dana mövcudu öldürür. Mühüm xəbərdir. Məsələn, Təbriz Kəlibər fərmandarı, Azərbaycan Şərqi Ustanları dəstir verir ki, Qaradağ meşələrin içində yol çəksinlər belə. Yəni, ağaçları yıxsınlar, yol çəksinlər. Nə var? Adı bu ki, meşələrə şey olar da, meşələri ot tutsa, necə söndürəcəyik? Helikopterin nədən ötürdü? Helikopterinə. Təyyarı ilə. Sən istəyəsən, Kəlibərdən suyu aparasın olar, meşənin yarısı yanar. Amma orada, bu xəbəri mən şəxsən verdim, orada 5 milyon ağac kəsirlər, heç birimiz bilmirik. O halda ki, Azərbaycanın mənafeidir. Və bu ağacı nəyə kəsirlər? Bu ağac sərvətdir kəsilir. Hətta ölüsü sərvətdir belə. Ağaçdır. Bu 5 milyon ağaçdan neçə metri şey çıxar? Parket. Parketin metri neçədir? Bu adamlar müftə kəsirlər, aparırlar parket qarxanasına. Və Azərbaycanlar heç yox. Azərbaycanlar oradan bir dənə ağac kəssələr, bu xarıların qışda qızışdırsalar, dövlət tutar təlimirlər. Biz necə düşünmürük? Biz xəbəri dedim, iqtisadi düşünməliyik. Birinci bölümdə dedim. Xəbər iqtisaddır. Xəbər sirvətdir, xəbər puldur. Hər xəbəri sirvətə bağlayacaqsınız. Hər xəbəri pula bağlayacaqsınız. Hər xəbəri bir millətin cibindən gedir ya gəlir, ona bağlayacaqsınız. Bu da çox mühümdür. Güney Azərbaycanda 5 milyondan ağacı kəsirlər ki, meşənin içində yol quralar ki, heç kəs ora getməz. Dağçılarımız da piyada gedərlər. Yəni, heç kəs dağa çıxanda maşından dağa çıxmaz. 6-cı metri ki, ondan ölçəcəksiniz, bir xəbəri seçəcəksiniz, qonşuluqdur. Hər nə qədər xəbər Azərbaycana görə yaxındır, Azərbaycana ilgilidir, belə mühümdür. 7-cisi tazalıqdır. Hər nə qədər o xəbər ki, seçirsiniz Azərbaycana ilgili. Ya çoxdur, ya istisnadır, ya ixtilaflıdır, ya maraqlıdır, ya çox insanların başına gələcəyinə şamil olur, tutur, o gərək taza ola. Hər nə qədər taza olsa, belə yaxçıdır. İndi gələk deyək ki, bir ay bundan qabaq yaranələri hesaba tökdülər. Bir ay bundan qabaq tökdülər də millət alıb deyibdir. Bunu demağın ərzişi yoxdur ki. Amma gəlsək desək ki, bir il bundan qabaq Azərbaycanlılar üst-üstə 4 trilyon maliyyat veriblər dövlətə.
böyük xəbərdir. Həm pul böyükdür, həm Azərbaycanlılar neçə nəfər bu maliyyəti veriblər böyükdür. İndi biri, dünənləri xəbər gəlibdir ki, dünən gecə xəbər gəlibdir ki, Təbriz bazarı həm zərgərə bazar, həm başmaq bazarı bağlayıbdır. Etisab ediblər. Əvvələn bu bazar zərgəranı Təbriz deyil, zərgərə bazardır. Adında zərgərə bazarı, Təbriz zərgərə bazarı deyil, zərgərə bazardır Təbrizdə. Cümlə qələt qurulubdur. Zərgərə bazar və başmaqçı bazar, o da kəfşduzan deyil, başmaqçı bazardır. Başmaqçıdır. Başmaqduzar deyil. Sustuzlar Təbrizdə bir məhəllədir. Orayı ilə buranı bir tutmayın. Buranın adı başmaqçılar. Başmaqçı bazar. Başmaqçı bazar yazacaqsan. Çünki bir dana Farsda, bir dana Ərəbdə, bir dana Bəlusda, bir dana Türkməndə, bir dana Amerikalı da gələndə desin, başmaqçı bazar hardadır. Deməsin ki, bazar kəfşduzan Xocaz. Where is the kəfşduzan bazar? Deyəcək ki, where is the başmaqçı bazar? Bu da mənafi millidir. Mənafi milli budur ki, sizin adınızı düz örgəşsələr, sizin mənafi milli təmin olar. İqtisadi, siyasi. Pəs biz xəbərləri bu səfər seçməkdən danışdıq. Dostlar, dedik ki, xəbəri nə cür seçərik, qoyarıq web saytımıza, ya televizyonumuza, ya radyomuza. 7 metrajla 7 metrlə ölçərik. Bu metrdən çıxılı olsa, qoymarıq xəbər eləmərıq əsla. Qoyarıq web saytımız xəbərsiz qalsın. Bu metrdən yuxarı olsa, hər nə qədər yekə olsa, onları gətiririk, ya neçə qat yekə olsa, onları gətiririk və xəbər elərik. Millətimiz bu xəbəri görərlər, sevərlər, ya sevməzlər. Onları da feedback deyirik adıma. Yəni millətimizin etirazlarından, düşüncələrindən, yazılarından, telefonlarından, namələrindən düşünürük ki, bu bizim web saytımızdan ya xəbərimizdən razıdırlar, ya narazıdırlar. Onun da üzü ilə iştibahlarımızı və səhvlərimizi düzəldərik. Bu küllən xəbər yazmaq üçün dedik, teorik bəhs oldu, amma yenə teorik bəhs oldu da, bəli, əslində yazmadıq. Amma bu elə demək olar ki, metrajları verdik ki, necə bundan ölçəsiz. Umaram ki, Azərbaycan üçün, milli fəallar üçün xeyirli olsun. Gecəz xeyrə qalsın. Dostlar, əgər xəbər bir şey istəsələr yasalar, ya deyələr, gəlsinlər, danışıq. Çox sağ olun, hələlik gecəz xeyri qalsın.